Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu son dəqiqə məlumat yayıb. Doğru Xəbər Azərbaycan bildirir ki, məlumatda deyilir. Bakı vaxtı ilə saat 03:09-da Xəzər dənizinin Azərbaycan hissəsində 3,4 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı isə 20 km dərinlikdə yerləşib. Xaçmazda ölümlə nəticələnən dəhşətli yol qəzası olub. Hadisə rayonun Yalama kəndində qeydə alınıb. Belə ki, Vaz və Kia markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü, Xaçmaz rayon sakinləri İsrafil Şahbazoğlu İdayətov və Orxan Rüfətoğlu Mirzəquliyev hadisə yerindəcə ölüblər. Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisəyə yağışlı havada təhlükəsizlik qaydalarının pozulması səbəb olub. Ötən gün saat 09 radələrində Xudat-Yalama-Zuxulov avtomobil yolunun Xaçmazın Düz Tahiroba kəndi ərazisindən keçən hissəsində İsrafil İdayətovun idarə etdiyi Vaz 2104 markalı 38 BF 945 nömrəli avtomobillə əks istiqamətdə hərəkətdə olan Orxan Mirzəquliyevin idarə etdiyi Kia markalı avtomobillər toqquşub. Xaçmaz rayon sakinləri olan hər iki sürücü hadisə yerinə həyatlarını itirib. Faktla bağlı araşdırma aparılır. Gəncədə isə məktəblər arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə 9 nömrəli tam orta məktəbdə qeydə alınıb. Belə ki, iki məktəblər arasında yaranmış mübahisə zamanı bir nəfər kəsici alətlə xəsarət alıb. Məktəbin 9-cu sinif şagirdi 2011-ci il təvəllüdlü şəxs kəsici deşici alətlə yetirilən xəsarətlə xəstəxanaya çatdırılıb. Yaralıya dərhal ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. İlkin məlumata görə yeniyetməyə xəsarəti həmin məktəbdə təhsil alan 8-ci sinif şagirdi yetirib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Dünyaca məşhur Hollywood ulduzu Angelina Jolie'nin yeni fotosu sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Belə ki, aktrisanın qızı Zahara ilə birlikdə qatıldığı tədbirdə çəkilən fotolarda Jolie'nin gözlərindən birinin digərinə nisbətən daha böyük göründüyü iddia olunub. İzləyicilər həmçinin aktrisanın digər gözünü saçları ilə qismən örtərək gizlətməyə çalışdığını da qeyd ediblər. Söz gedən görüntülər sosial mediada müxtəlif fikirlərə və müzakirələrə yol açıb.